İdrak liseyində hadisə baş verib. Güllələnən müəllimin vəziyyəti açıqlanıb. İdrak liseyində şahid tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb. Respublika təcili və təxirə salınmaz tibbi yardım mərkəzi və kliniki tibbi mərkəzdən Qafqaz İnfoya verilən məlumata görə bugün saat 9:10 radələrində mərkəzə Binəqədi rayon İdrak liseyindən çağırış qeydə alınıbdır. Bildirilib ki, çağırış ünvanına təcili yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs, qadın kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Odun silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağırdır. Təbii ki, müəllimin adı burada göstərilməyib. Sadəcə olaraq qadın olduğu bildirilir. Bəli, şagird tərəfindən güllələnib. Müəllim yəqin bugün, sabah ya yaxın saatlarda zərər çəkmişin adı təbii ki, bizi tərəfdən yəqin ki, sizlərə də açıqlanar.